Ya Allah. Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, Aray Tədris Mərkəzində keçirilən mövzu sınağı 2 fizika suallarının izahlarını sizlə bölüşürəm. 31-ci sualdan başlayırıq. Sürtünməsiz üfüqi səth üzərində cisimlər F bərabər 24 Newton qüvvənin təsiri ilə birlikdə 2 metr bölü saniyə kvadrat tezlə hərəkət edirlər. M1 bərabər 4 kiloqram kütləli cisim ikinci cismin üzərindən götürülərsə, ikinci cismin aldığı təzyiq nəyə bərabər olar? Fikir verirsinizsə, birinci cismin kütləsi bəllidir, amma ikinci cismin kütləsi yoxdur. Biz növbəti halda bu üzərindən götürülərsə, yəni bax bu M1 kütləli cisim bunun üzərindən götürülərsə, onda M2-nin təcili üçün nə yaza bilərik? İkinci halda ikincinin təcili bərabərdir. Ona sadəcə F qüvvəsi təsir edəcək sağa doğru və kütləsi nə olacaq? M2 olacaq. F qüvvəsinin nə olduğunu bilirəm. F qüvvəsini zaten bizə 24 verib və bu sabitdir. Bölürəm ikincinin kütləsinə və bu ikincinin kütləsi olmadığı üçün bu mənə maneçilik törədir. Beləliklə də biz fokuslanırıq sırf o ikincinin kütləsini təyin eləməyə. İkincinin kütləsini necə təyin edilir? Əvvəlcədən bizə hansı təcillə hərəkət ediblər bu sistem bunu verib. O zaman yazıram ki, F bərabərdir. Nəyi çəkir F qüvvəsi? Həm M1-i, həm M2-ni. Bunlara A təcil verir. Beləliklə F24-dür. 24 bərabərdir. M1 ilə M2-nin cəmi. M1 4, üstə gəl M2 bilmirik nədir. Bunu tapacağıq. Vurulsun A. A dediyimiz şey də nə qədərdir? 2. Buradan 2 ilə 24 ixtisar gedir. 12 qalır. Buradan alınır ki, M2 bərabərdir. 12 çıx 4 nə qədər? 8 kiloqram oldu. İkincinin kütləsi 8 kiloqramdırsa, gətirib burada yerinə qoyarıq. Deyər 24 bölünsün 8, o da bərabərdir 3 metr böl saniyə kvadrat. Burada D variantı yaxşı görsənər. Bir dəqiqə yoldaşlar. Növbəti sualımız 32-ci sual olacaq. 33-cü sualda qeyd olunur. Üfüqi səth üzərində cismin təcilinin ona təsir edən səthə paralel dartı qüvvəsinə asılı qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun cismin təcilini təyin edin. Qrafikin A nöqtəsinə uyğun təcil, yəni buradır. Bu nöqtəyə uyğun təcili təyin etmək üçün ümumiyyətlə gəlin bir qrafik analiz edək. Bu qrafik nədir? Fikir verirsinizsə, sıfırdan başlayaraq bu aralıqlarda cisim hərəkət icra etməyib. Ta hərəkət başlayıb buradan. Bundan sonra qrafik düz xətt olaraq davam edir. Deməli, hərəkət haradan başlayır? 10-la. Dartı qüvvəsi 10 olanda hərəkət başlayıb. Deməli, mən bura yaza bilərəm ki, sükunət sürtünmənin maksimalı və yaxud da ki, sadəcə sükunət qüvvəsi bərabərdir. Burada indi sürüşmə sürtünmə qüvvəsi deyəcəyik. O bərabərdir nəyə? 10 Newtona. Normalda sükunət sürtünmə qüvvəsinin maksimal dəyəri sürüşmə sürtünmədən bir əczə böyük olur. Amma bizim orta məktəb dərsliklərində bu demək olar ki, eyni veriblər deyənə. Ona görə mən də eyni götürürəm. Sükunət sürtünmə qüvvəsi 10 Newtondur və bunu tapdıq. A nöqtəsinə uyğun dartı qüvvəsi bəllidir. A nöqtəsinə uyğun dartı qüvvəsi bərabərdir nədir? 40 Newtondur. Sırf A nöqtəsi üçün F-ə baxıram. Bərabərdir 40 Newtondur. Təcili bizdən soruşur. Normalda nə yazarıq yoldaşlar? Buradan deməli MA bərabərdir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. MA bərabərdir. F dartı qüvvəsi, yəni A-dakı qüvvə çıxılsın sürtünmə qüvvəsi. Bunlar bilinir. Bir dənə bizə təcili tapmağa nə maneçilik törədir? Yəni F bunların qiymətlərini yerinə qoya bilirəm də. Məsələn 40 çıxılsın, sürtünmənin yerinə 10 yazaram, bərabərdir 30 eləyər. MA bərabərdir 30 alınır. MA bərabərdir 30. Mən təcili tapmağım üçün A nöqtəsinə təcili tapmağım. Kütlə mənə maneçilik törədir. Yəni kütləni bilməliyəm ki, bu kütlə nədir? Onu da elə sürtünmədən təyin edə bilərik və yaxud da ki, ikinci verilən şərtlərdən təyin edə bilərik. Və bu verilən şərtlər üçün ikinci hal üçün bir dənə də tənlik yazıram. MA bərabərdir. Yenə F dartı çıxılsın F sürtünmə. Fikir verin yoldaşlar. İkinci hal üçün, yəni təcil 4 qüvvə 30 olanda, onda dartı qüvvəsi 30, sürtünmə qüvvəsi zaten dəyişmir 10-dur. Bu elədi nə? 20. MA, yəni M vurulsun bu nöqtəyə uyğun təcil 4-dür, bərabərdir 20-dirsə, onda buradan alınır ki, M bərabərdir nəyə? 5 kiloqram. Yoldaşlar, aldığımız bu M bərabər 5 kiloqram. Burada nəzərə alsaq, bilir ki, bütün hərəkət boyunca kütlə dəyişmir. Yerinə qoysaq, eləyəcək 5 vurulsun A bərabərdir 30. Oradan alırsınız A bərabərdir 6 metr bölünsün saniyənin kvadrat. Beləliklə, bizim cavabımız 6 eləyir. Burada da D variantı yaxşı görsənilir. Növbəti sual 33. Kütlələri M, 2M olan cisimlər eyni xətti sürətlə
Radiuslara uyğun olaraq R və 2R çevrələrlə hərəkət edir. Cisimlərə təsir edən mərkəzi qaçma qüvvələri arasında hansı münasibət doğrudur? Bilirsiniz ki, mərkəzi qaçma qüvvəsi bərabər nəyə? M vurulsun A mərkəzi qaçma təcilinə. Biz buradan çox rahat şəkildə eyni xətti sürətlə dediyi üçün sürətlərin eyniliyindən bunu V kvadratı bölü R şəklində yaza bilərəm. Nəyi? Təcili V kvadratı bölü R şəklində yaza bilərəm. Məndən qüvvələri müqayisə etməmizi istəyir. Fikir verirsinizsə bu halda qüvvə, sürətlər eynidir. Bunu dairəyə alırsınız, deyirsiniz bu eynidir. Onda qüvvə kütlə ilə düz mütənasibdir. Bu radiusları ilə tərs mütənasibdir. Beləliklə biz deyirik ki, F1 bölünsün F2 bərabərdir. Kütlə ilə düz, yəni M1 bölünsün M2. Vur radiuslar tərs asıldır. Yəni R2 bölünsün R1 nisbəti mütləq olmalıdır. Və buradan da rahat şəkildə F1-i F2-yə bölərsiniz. Bərabər elərsiniz. M1-imiz M-dir, o birisi 2M-dir. Elədir M bölünsün 2M. Vur R2-miz 2R-dir. 2R-dir, o birisi də R-dir. İxtisar geri qalır 1. Deməli, bu qüvvələr bir-birinə bərabər imiş. Burada B variantı yaxşı görsənir. Növbəti suala baxırıq. 33-cü idi. 34-cü sual. 34-cü sualda qeyd olunur ki, yerin günəş ətrafında dönmə periyodunun nə qədər? 1 il, bir dəqiqə yoldaşlar. Yerin günəş ətrafında dönmə periyodunun 1 il olduğunu bilərək Veneranın günəş ətrafında dönmə periyodu neçə il olan? Bunlar artıq kosmik sürətlər olduğuna görə fəza cisimləri olduğu üçün bu Kepler qanunu bizim yadımıza düşməlidir ki, Kepler qanunundan necə istifadə edirik. Keplerin qanunlarından biri bizə deyir ki, planetlərin periodlarının nisbətinin kvadratı bərabərdir onların radiuslarının nisbətinin kubuna. Nisbətinin kubuna. Buradan da qiymətləri yerinə qoyursunuz. Birinci olsun yer, birinci planet olsun yer, ikinci planet olsun Venera. Onda yerin dönmə periodu 1 bölünsün Veneranın dönmə periodu T2 bərabərdir. Yerin radiusu. Radius deyəndə burada günəşə qədər olan məsafədir. Bu döndüyü çevrənin radiusu 4R. Bunun kubu olmalı yoldaşlar. Bir bölü 2'nin kubu. 4R bölünsün nəyə? R bağla nəyi? Kubu. Buradan R'lər gedir. 4'ün kubu nə qalır? Burada T2 yox, T2'nin kvadratı. Çünki mötərizənin üstündə 2 var. Burada da kub var. Onları düzəltdik. R'lər getdi 4'ün kubu 64 eləyir. Nəyin kvadratı 64'dür? 8'in bu tərsdir deyənə T2 bərabərdir. 8'də 1 il olar. Doğru cavabımız B variantı. Bir sözlə Kepler qanunundan istifadə edək məsələni yazır. Burada da uyğunluğu müəyyən eləyin deyir bizə. Birinci 4'də 1 periyodda, ikinci 4'də 3 periyodda. Bilirsiniz ki, məxrəcdə 4 varsa, biz bunu dərslərdə geniş bir formada demişik. Məxrəcdə 4 görürsünüzsə, mütləq şəkildə yer dəyişmə deyirsə, R kök altında 2 olacaq, sürət dəyişməsi deyirsə, V kök altında 2 olacaq, impuls dəyişməsi deyirsə, P kök altında 2 olacaq və s. və ilə. Yəni bir kök altında 2 hasili gələcək. Məxrəcdə 4 varsa. 4'də 5 ola bilər, 4'də 7 ola bilər. Yenə də bunu eyni formada yazacaqsınız. Bunun niyəsi də var. Niyəsini də əslində bilirsiniz. Bilin elə bir vaxtdır ki, bunları keçmisiniz. Məsələn, bir dənə 4'də 1 deyim. Tutalım ki, cisim 4'də 1 periyodda 90 dərəcədə gəlir bura, bu nöqtəyə. Trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası nə olur? Olur yer dəyişmə. Yer dəyişməni təyin edəndə deyirsiniz ki, bax bu yer dəyişmə vektorudur. Bir tərəfi çevrənin radiusu, o bir tərəfdə çevrənin radiusudur. Pifaqora görə yer dəyişmənin modulu nəyə bərabərdir? Kök altında R kvadrat üstəgəl R kvadrat. Bundan da çıxır R kök altında 2. Yəni bunu biləsiniz deyə burada xatırlatmaq kimi dedim. Bunu buradan silsəm daha yaxşı olar. Yəni məxrəcdə 4 gördünüzsə, dərhal deyirsiniz ki, R kök altında. Deməli, yer dəyişmənin modulu kök altındakı R-də hər ikisinə. 1 getdi hər ikisinə. Gedilən yol pi r qədər. 4'də 1 periyodda gedilən yol L1 bərabərdir. Ümumiyyətlə 2 pi r-in nə qədəri? 4'də 1 hissəsini yazırsınız. 2 pi r-in 4'də 1 hissəsini yazanda bu nə edir yoldaşlar? 2'lər ixtisar gedir, qalır pi r bölünsün 2. İkinci üçün yazanda bərabərdir 2 pi r-in neçədə 1 hissəsi 4'də 3 hissəsinə baxırsınız. Bu nə edir? 3 pi r bölünsün 2 ifadəsi edir. Beləliklə, dəyərli yoldaşlar, görürsünüz, pi r bölü 2 nəyə uyğundur? İkinci aiddir birinciyə. Onda 2 getdi birinciyə. Gedilən yol yer dəyişmənin modulundan böyükdür. İstənilən əyri xəttli hərəkətdə istisnasız olaraq, istənilən əyri xəttli hərəkətdə yol yer dəyişmədən mütləq modulca bölünür. Yer dəyişmənin modulundan bölünür. 3 getdi hər ikisinə. Dönmə bucağı 270 dərəcədir. 4'də 3 period olanda çevrəni 4 ilə bölürsən 3'ünü gedir. Yəni buranı gedir, buranı gedir, bir də buranı gedir. Neçə dənə 90 getdi? 90, 90, 90. 3 dənə 90, yəni 270 dərəcə dönür.
Yox, əgər 4də 1 period deyiləndə, 4də 1 period deyəndə bölürsünüz, bir hissəsinə baxırsınız, bir dənə 90 var burada. Burada tutacaq 90 dərəcə olur. Yəni 4də 1-də 90 dərəcə, 4də 3-də 270 dərəcə olduğunu unutmuq. Beləliklə doğru cavabımız 270 dərəcə 4 gedir 4də 3-ə, 90 dərəcə 5 gedir birinciyə. Onu da uyğunlaşdırıb variantı deyə bilirsiniz. 35 B variantı. B'dimi? Bəli, B variantı uyğun. Növbəti sualımıza baxırıq yoldaşlar. 20, 30, 36 bir dəqiqə. Düz gəldiyini, bəli. 36-cı suala baxırıq. Sürtünmə əmsalını bizə verib, dartı qüvvəsini verib. Deyir ki, hansı qrafik arabacılıq sürətinin proyeksiyasının zamanlar asıllığını düzgün göstərir? Yoldaşlar, biz bilirik ki, əgər dartı qüvvəsi sürtünmədən böyük olsa, e, hərəkət olur bərabər yeyinləşən. Yeyinləşən. Yox, əgər dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçik olsa, yəni sürtünmə qüvvəsi daha böyük olsa, bu hərəkət olur bərabər yavaşlayan. Yox, əgər dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olursa, bu zaman bərabər sürətli hərəkət icra elədiyini deyirik. Əvəzləyici qüvvənin sıfır olur. X ox üzərində. Bərabər sürətlə hərəkət edir. İndi mən baxıram, dartı qüvvəsini veriblər 25 Newton. Yazıram, dartı qüvvəsi bərabərdir 25 Newton. Bəs yaxşı, sürtünmə qüvvəsi nəyə bərabərdir? Bilirsiniz, üfüqi səthdə sürtünmə qüvvəsi μmc düsturundan təyin olunur. Mü-nü 0.5 veriblər, M-i 2 veriblər, J də 10-dur. Onda bunların hasili 2-ni vurursan 5-ə 10 eləyər. 10 Newton. Əlbəttə, dartı sürtünmədən böyükdür. Dartı sürtünmədən böyüksə hərəkət bərabər yerləşəndə. Amma hansı ox istiqamətində? Dartı sürtünmədən böyükdür, X oxunun əksinə hərəkət icra edir axı. Bəli, X oxun əksi istiqamətində bərabər yerləşən. Baxıram qrafiklərə, X oxun əksinə bərabər yerləşən D variantında ödənilir deyənə doğru cavabımız 36-da D variantı oldu. 37-yə baxırıq. Yayda yaranan elastik qüvvəsinin modulunun onun uzunluğundan asılı qrafiki verilmişdir. Yayın sərtlik əmsalını təyin edin. Bilirsiniz ki, sərtlik əmsalı K bərabərdir. Elastik qüvvəsini bölürsünüz nəyə? Mütləq uzanmanın qiymətinə. Bərabərdir. Yoldaşlar, fikir verin, bu 23 dəyərindən neçə santimetr? 2 santimetr sağa gedəndə qüvvəni 4 veriblər. Və yaxud da 2 santimetr sola gedəndə də 23-dən 2-sini çıx 21. 23-ün üstünə 2 gəl 25. Bu 4 Newton qüvvə ilə əmələ gəlir. Deməli, daha doğrusu uzan. Onda deyə bilərik ki, elastik qüvvəsini əgər 4 götürürəmsə, 4 Newton götürürəmsə, mütləq uzanma nə götürməliyəm? 23-dən 25-ə gəlir. Ki, qüvvə olub 4 Newton aralıqla, bax, burada olub 4 Newton, düzdürmü? 25-ə gələndə olub 4 Newton. Deməli, uzanması nədir? 23-dən 25-ə gəlir. Yəni, nə qədər? 2 sm. 2 santimetr nə deməkdir yoldaşlar? 0,02. Bunda böləndə nəsə 200-lü bir cavab eləməlidir. 200 Newton bölünsün metr. B variantı burada yaxşı görsənir. 38-ci suala baxırıq. Hansı nöqtədən neçə kiloqram kütləli cisim asılmalıdır ki, sistem tarazlıqda olsun? Diqqətli şəkildə baxsaq görərik ki, buna mərkəzdən aşağı nə təsir edir? 10 kiloqramsa 100 Newton. Eyni ip, eyni gərilmədir. Bax, gəlir ta bu ip vasitəsilə lingə təsir edir. Bu 100 Newton cismin öz ağırlığıdır. Bu isə lingə təsir eləyəndir. Yuxarı doğru nə qədərdir? 100 Newton. Buna mərkəzdən aşağı nə təsir eləyir? 60 Newton. Çünki kütləsi 6-dır, ağırlığı mg'dən bilirsiniz ki, bu 60 Newtona bərabər olar. İndi bunu hardan asacağımı bilmirəm. Atıram deyirəm, buralardan bir yerdən bir M kütləli cisim asıram. Hardan astığımı bilmirəm. Və buna mərkəzdən aşağı nə təsir edir? Mg, J də 10 olduğu üçün 10M qüvvə təsir edir. İlk öncə tarazlıq şərtini yazıram. Tarazlıq şərtinin qaydaları nə idi? Birincisi, yuxarı baxan qüvvələrin cəmi aşağı baxan qüvvələrin cəminə bərabər olmalıdır. Yəni, yuxarı baxır 100, aşağı baxır 10M 60. 60 üstə gəlinsin 10M. Beləliklə, buradan 10M bərabərdir 40-a, M bərabərdir 4 kiloqram olduğunu tapırsınız. İndi hansı nöqtədən asılmalıdır? Onu artıq momentlər qaydasından rahat şəkildə təyin edə bilərik. Momentlər qaydası bizə nə deyir yoldaşlar? Bu nöqtənin dayaq nöqtəsi qəbul edirəm. Bura nəzərən moment alıram. Baxın, 10M dediyim artıq M bəlli 4-dür. Onda bura nə edir? 40 edir, düzdürmü? 40 Newton. 40 Newtonun yaratdığı qüvvə momenti. Qüvvənin uc hissəsindən tutursunuz, dayağa tərəf bükürsünüz. Bu istiqamətdə. 60 Newtonun yaratdığı isə bu bir istiqamətdədir. Beləliklə olur 40 vurulsun neçə dama bilmirəm, bir D qədər. 40 vurulsun D bərabərdir 60 vurulsun 1, 2. 60 vurulsun 2. Oradan B bərabərdir nəyə? 120 bölünsün 4, bu da eləyir 3 dama. İndi sayıram. Sıfırdan başlayaraq
Kimin qoludur bu? 40 Newton. Onda 40 Newtona tərəf 3 bölmə sayıram. 1, 2, 3 hara düşdü? El nöqtəsi. Deməli, cisim eldən asılmalıymış. Eldən asılmalıdır. Nə qədər? 4 kiloqram kütləli cisim. A variantı yaxşı görsənir. Gedirik 39-cu suala. Burada deyir ki, aşağıdakılardan hansı biz onun fərqsiz, dayanıqlı və dayanıqsız tarazı halında olduğunu bilməliyik. Birincisi, bilməlisiniz ki, tam simmetrik olaraq buradan çıxardılırsa cisim, onun kütlə mərkəzinin yerini dəyişmir. Tam buradan bir düz xətt çəkirəm. Diqqətlə baxın, dəyərli yoldaşlar. Əgər kəsilib götürüləndən sonra sistemin kütlə mərkəzi əvvəlki üfüqi xəttdən aşağı düşdüsə, o zaman deyirsiniz ki, bu dayanıqlı haldır. Yox, əgər yuxarı qalxdısa, bu dayanıqsız haldır. Yadda saxlayın ki, bir bina inşa edirsə, o binanın kütlə mərkəzi nə qədər aşağıda olarsa, bir o qədər sistem dayanıqlı olar. Aydındır. İndi kütlə mərkəzi hardadır? Kütlə mərkəzi kütlənin daha çox olan hissəsindədir. Yəni buralarda bir yerdədir. Bunun kütlə mərkəzi düşdü aşağı. Deməli bu nədir? Dayanıqlı. Dayanıqlı. Bu nədir? Fərqsiz. Fərqsiz. Tam ortadan çıxardıblar deyənə kütlə mərkəzi yerini dəyişmir. Burada nədir? Buranı çıxardıblar deyənə kütlə daha çox buralarda bir yerdədir. Yəni kütlə mərkəzi buradadır. Fikir verirsinizsə bu əvvəlki xəttdən, əvvəlki kütlə mərkəzinin üfüqi xəttindən yuxarı qalxdı. Beləliklə deyirsiniz bu dayanıqsız haldır. Dayanıqsız haldır. Fərqsiz, dayanıqlı, dayanıqsız. Fərqsiz, dayanıqlı, dayanıqsız A variantı düzgədir. 40-cı suala baxırıq. M2 bölünsün M1 nisbətini istəyir. Bu tip suallar çox sadədir yoldaşlar. Sol tərəfdən baxmağınız kifayətdir. Buna mərkəzdən aşağı nə təsir edir? M1C qüvvəsi təsir edir. Neçə ip onu tarazda saxlayır? 2 ip. Onda nə olacaq? Bura olacaq M1C bölünsün 2. Burada olacaq M1C bölünsün 2. Eyni ip, eyni gərimə qüvvəsi olar deyənə, burada nə olar yoldaşlar? M1C bölünsün 2 olar. Baxın, eyni ipdir. Fırlanır, gəlir, keçir bura. Burada nə olmalıdır? Mütləq şəkildə deyirsiniz, M1C bölünsün 2 olmalıdır. 2 dənə M1C bölünsün 2 bu ipdə tarazlaşdırırsa, onda bura nədir? Bu ikisinin cəmi. Yəni, 2-də 1 üstəgəl 2-də 1 nə edir? Bir dənə M1C. Yenə eyni ip, eyni gərimə qüvvəsi burada nə olmalıdır? Burada M1C olmalıdır və beləliklə bura nə qalır yoldaşlar? 2 dənə M1C. Gəldik, çatdıq bura. Burada cismə mərkəzdən aşağı nə təsir edir? M2C təsir edir. Bunu kim tarazlaşdırır? 2 dənə M1C. Yazırsan 2 dənə M1C bərabərdir M2C-yə. M2C-yə. Buradan çox rahat şəkildə ala bilərik ki, J'lər gedir. Nəyin? M2-nin M1-ə nisbəti 2 M1-ə vurulub deyənə bu burada olmalıdır. Deməli, bu 2-yə bərabərdir. Burada da A variantı yaxşı göstərir. Növbəti sualımız 41-ci sual. Sual belədir. İmpulsun saxlama qanununa aiddir. Səhv eləmirəmsə, bəli. 100 metr bölünsün saniyə sürətlə uçan 0,4 kiloqram kütləli cisim 2 hissəyə parçalanır. Kütləsi 0,3 kiloqram olan böyük hissə 200 metr bölü saniyə sürətlə əvvəlki istiqamətdə uçur, kiçik hissənin sürətini təyin edir. Əvvəlcə böyük bir kütləmiz var idi. Bu, məsələn, sağa doğru uçur. Bunun kütləsi nə qədər idi? 0,4 kiloqram idi. Sürətli olsun V bərabərdir. Şərtdə verir 100 metr bölünsün saniyə. Gəlir, ta burada 2 qəlpəyə parçalanır. Birinci qəlpə budur, ikinci qəlpə biraz ondan böyükdür bu formada. Bizə deyir ki, kütləsi 0,3 kiloqram olan böyük hissə. Yəni, bunun kütləsi 0,3 kiloqramdır və sürəti nə qədərdir? Əvvəlki istiqamətdə, yəni, bax, 100 istiqamətində oldu 200 metr bölünsün saniyə. Bunun sürəti və kütləsi bilirik də, cəmi 0,4 olmalıdır, parçalandı da bu. Onda 0,1-i buradadırsa, bunun kütləsi 0,3-ü buradadırsa, bunun kütləsi 0,1 kiloqram olmalıdır. Amma sürəti arada olacaq, bilmirəm. Onda impulsun saxlama qanunu mənə deyir ki, daxili partlama nəticəsində bu bölündü. Bölünməmişdən əvvəl sistemin impulsu nə idi? Bölünməmişdən əvvəl sistemin impulsu M vurulsun V idi. Bərabər. Bölündən sonra sistemin impulsu nə oldu? Buna birinci cisim deyək, buna ikinci cisim deyək. Oldu M1 V1 üstə gəlinsin M2 V2X. Proyeksiyanı yazıram ki, istiqamətini hələ bilmirəm hansı tərəfədir. Ona görə proyeksiyanı bunu yazdım. MV, yəni 0,4 vurulsun 100, bura elədi 40. Bərabərdir. M1 0,3, sürəti 200, 0,3-ü 200-ə vuranda 60. Üstə gəlinsin M2 0,1 vurulsun V2X. Buradan çox rahat şəkildə -20
bərabərdir 0,1 vurulsun V2x və beləliklə V2x-i tapırsınız. Nədir yoldaşlar? Mənfi 200 metr bölünsün saniyə. Yəni o deməkdir ki, bu x oxun əksinə. Bu əks tərəfə 200-dən hərəkət edəcək. Burada nəsə xəta eləmədik yoldaşlar. Neçənci sual idi bu? 41. Yox, etmədik. Bir dənə də baxaq. Bunların hasili 60, bunların hasili 20, 60 çıx 20, 40, əvvəlki də 40. Bəli, düzdür, ödəyir. Deməli, sürətdən zaten bizdən modulunu istəyir. Ona görə mənfi 200 yox, 200 götürürsünüz. D variantı doğru cavabımız oldu. Yoxladım, görüm sadəcə əvvəlki ilə sonraki impulslar bir-birinə bərabərdir yoxsa? 42-ci suala baxırıq. 42-ci sualda qeyd olunur ki, kütləsi 20 kiloqram olan və oturacağının sahəsi 10 desimetr kvadrat olan biznes kub bloklar sistemindən asılmışdır. Kubun dayaqda yaratdığı təzyiqi deyir, təyin edin. Eləyək də. Yoldaşlar, bura 60 Newton qüvvə təsir edir. Eyni ip, eyni cərimə qüvvəsi. Onda burada nə qədər qüvvə olar? 60 Newton. Baxın, eyni ip, eyni cərimə qüvvəsi yenə. Burada da 60 Newtondur. İpi burada kütləsiz və uzanmayan nəzərə alırıq. Beləliklə, buradakı qüvvə nə olar yoldaşlar? 120 Newton. Buna mərkəzdən aşağı nə təsir eləyir? 200 Newton qüvvə təsir eləyir. Və bir də cismə yuxarı doğru reaksiya qüvvəsi təsir eləyir. Bu reaksiya qüvvəsinə bəzən yoldaşlar biz təzyiq qüvvəsi də deyirik. Yadınızda təzyiq qüvvəsi. Ona görə də ayrıca sırf bu M kütləli cismə baxsaq, yuxarı 120, yuxarı təzyiq qüvvəsi, aşağı doğru da 200. Onda yuxarı doğru baxan qüvvələrin cəmi, buradan sileyim. Yuxarı doğru baxan qüvvələrin cəmi, yəni 120 üstə gəlinsin F təzyiq qüvvəsi bərabər olur nəyə? 200-ə. Buradan təzyiq qüvvəsini təyin edə bilirik. Təzyiq qüvvəsi bərabərdir 80 Newton. Ondan sonra təzyiqi təyin etmək çox rahatdır. Təzyiq bərabərdir səthə perpendikulyar təzyiq qüvvəsinin bu səthin sahəsinə nisbətidir. Yəni 80-i bölürsünüz, səthin sahəsi 10 desimetrləndir. Siz onu metrə çevirəndə düzgün cavabı 0,8 kilopaskalını alırsınız. Doğru cavab Y variantı. Getdik. Növbəti hissəmiz 43. Deyir ki, qeyri-elastiki toqquşurlar hansı hallarda toqquşan cisimlərin tam mexaniki enerjiləri tamamilə daxili enerjiyə çevrilir? Burada tam mexaniki enerji tamamilə daxili enerjiyə çevrilir nə demək? Buranı biraz açaq yoldaşlar. İki cür toqquşma var. Elastiki toqquşma və qeyri-elastiki toqquşma. Elastiki toqquşmada biz deyirdik ki, həm enerjini saxlama qanunu ödənilirdi, həm impulsu saxlama qanunu ödənilirdi. Amma cisimlər dəyir, qayıdır. Bu elastik toqquşmadır. Amma qeyri-elastik toqquşmada cisimlər toqquşur və bir yerdə hərəkət edir və burada enerjini saxlama qanunu ödənilmir, impulsuz saxlama qanunu isə ödənilir. Enerjini saxlama qanununun ödənilməməsinin səbəbi də toqquşma zamanı sistemin tam mexaniki enerjisinin bir hissəsi o toqquşan cisimlərin daxili enerjisinə çevrilir. Nə deməkdir bu daxili enerjisinə çevrilir? Yəni ki, cisimləri bir miqdar qızdırır. Cisimlər bir miqdar temperaturu artır. Beləliklə deyirsiniz ki, daxili enerjiyə çevrilməsinin səbəbi nədir? Mexaniki enerji çevrilir o daxili enerjisinə. Mexaniki enerji daxili enerjiyə çevrilirsə, burada deyir tamamilə daxili enerjiyə çevrilir. O deməkdir ki, özləri dayanır artıq. Toqquşub dayanmalıdırlar. Qayda bilirik ki, toqquşub dayanmanın qaydası o idi ki, sağa baxan impuls nədir? 2M, 2V. Bunun impulsu nədir? 4MV. Bunun impulsu nədir? MV. Hə, burada dayanma yoxdur. İmpulslar modulca bir-birlərinə bərabər olsa dayanma olacaq. Baxıram buna. Sağa doğru nədir? 3MV. Bunun impulsu nədir? Sola doğru 3MV. Hə, bunlar modulca bir-birinə bərabər olur. Deməli, cisimlər toqquşub və dayanacaq. Beləliklə, yalnız ikini götürürsünüz B variantı. Burada da fikir verirsinizsə, biri MV-dir, biri isə 2MV-dir. Burada toqquşub cisimlər dayanmır. Dayanmadığı üçün də mexaniki enerjinin bir hissəsi çevrilə bilər. Yəni, tamamilə tam şəkildə çevrilmir. Ona görə yalnız 2 doğru cavabımız oldu. 44-cü suala baxırıq. Hamar üfüqi müstəvidə mütləq elastik toqquşma. Mütləq elastiki toqquşma zamanı bu üfüqi müstəvidə yoldaşlar. Mütləq elastiki toqquşma zamanı bura 30 dərəcədirsə, bura da 30 dərəcə olmalıdır. Bu V sürəti ilə dəydisə, V sürətindən də geri qayıtmalıdır. İndi bunun burada kütləsi M-dir, burada da kütləsi M-dir. Toqquşmazdan əvvəl kinetik enerji nə idi? MV kvadrat bölünsün 2. Toqquşmadan sonra kinetik enerji nədir? Yenə MV kvadrat bölünsün 2. Bir kinetik enerjidə dəyişmə baş verdi? Xeyr. Dəyişmə baş vermədiyi üçün dəyişməz, yəni dəyişməsi 0 olar mənasındadır. Bu da 44. Doğru cavabımız oldu nə variantı? C variantı. 45-ci suala baxırıq. Düzxətli hərəkət eləyən cismin sürətinin, bunu buna qoyaq.
Düz xətlə hərəkət edən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Qrafikin bir hissəsinə uyğun zaman intervalında cismə təsir edən əvəzləyici qüvvənin işi 20 coldur. Bir hissədə əvəzləyici qüvvənin gördüyü 20 coldur. 2 və 3 hissələrdə əvəzləyici qüvvənin gördüyü işləri müqayisə edin. Yoldaşlar, baxın, bu sükunət vəziyyətdən başlayır. Burada sürət 0. Buradakı sürət nədir? V0-a bərabərdir. Biz də bilirik ki, birinci hissədə görülən iş sistemin kinetik enerjisinin dəyişməsinə bərabərdir. O da son kinetik enerji çıx başlanğıc kinetik enerji eləyir. Başlanğıc kinetik enerjidə getdi sıfıra, yerdə qaldı son kinetik enerji. Son kinetik enerji də eləyir nə? M son sürət nədir? Buranın birinci hissənin sonunda sürət nədir? V0. Elədi M V0-ın kvadratı bölünsün 2. Bax, bu var ha. Buna bizə deyiblər 20 col. İkinci hissədə əvəzləyici qüvvə sıfırdır. Çünki bərabər sürət hərəkət edir. Ona görə əvəzləyici qüvvənin gördüyü iş də sıfıra bərabərdir. İkinci hissədə sıfırdır. Üçüncü hissəyə baxıram. Başlanğıcda sürət V0-dır. Sondakı sürət nədir? Sondakı sürət də 2V0-dır. İndi baxaq, yenə eyni prosesi burada təkrar edirik. Görülən iş sistemin kinetik enerjisinin dəyişməsinə bərabərdir. Delta Y kinetik. O da son halda kinetik enerji, sürəti 2V-dir. Son halda kinetik enerji eləyir M 2V-nin kvadratı. 4V0-ın kvadratı bölünsün 2. Çıx başlanğıcdakı kinetik enerji. Yəni buradakı kinetik enerji. O da eləyir MV0-ın kvadratı bölünsün 2. 4-dən birini çıxanda 3 dənə MV0-ın kvadratı bölünsün 2 eləyir. Əgər MV0 kvadratı bölünsün 2 20-dirsə, 3 dənə MV0 kvadratı bölü 2 nədir? Deyirsiniz, A2 bərabərdir. 3 dəfə 20 60 oldu. Birində 60, birində 0, 0, 60 A variantı yaxşı göstərir. 46-cı suala baxırıq, yoldaşlar. Həmin prosesdə molekulların konsentrasiyasının təzyiq qrafikini qurun. Nəyə perpendikulyardır? Temperatur oxuna perpendikulyardır. Deməli, proses zamanı temperatur konstantdır. Temperatur konstantsa bu izotermik prosesdir. Təzyiq neyiniyir? Bir halındakı təzyiqdən iki halındakı təzyiqə gəlir, təzyiq azalır. Baxın, izotermik prosesdə təzyiq həcmlə tərs mütənasibdir. O, sıxlıqla düz mütənasib, konsentrasiya ilə düz mütənasib. Əgər təzyiq azalırsa, konsentrasiya da azalır. Hər ikisinin azaldığı hal hansıdır? Konsentrasiya və təzyiq. Hər ikisinin azaldığı hal 1-3-dür. Hər ikisi azalır burada. 1-3 doğru cavab E variantı. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. A nöqtəsinin bucaq sürəti 5 radian bölünsün saniyədir. Bax, buranın bucaq sürətini bizə veriblər yoldaşlar. Omega A bərabərdir. Nəyə? 5 radian bölünsün saniyə. B nöqtəsinin mərkəzi qaçma təsiri. Onda bu bir disk olduğu üçün eyni diskin üzərindəki bütün nöqtələrin bucaq sürətləridir, periodlarıdır, tezlikləridir, dövrlərin sayıdır. Bunlar hamısı bir-birinə nə olmalıdır? Bərabər olmalıdır yoldaşlar. Onda buranın da, yəni omega B də bərabər nə olmalıdır? 5 radian bölünsün saniyə olmalı. Çox əla, super. Onda oranın tərcini nə cür təyin edirik? A bərabərdir, omega kvadratı R bərabərdir. Omega 5-dir, kvadratı 25 eləyir. B-dən mərkəzə qədər məsafə 20 sm-dir. 20 sm-də 0,2 metr. Bunların hasili nə eləyir? Səhv eləmirəmsə 5 eləyir. 5 metr böl saniyənin kvadratı. Burada da görək hansı variant yaxşı göstərir. Burada D variantı yaxşı göstərir. Neçənci sual? 47-ci sual. 48-ci suala baxırıq. Omegası verilib, bizə deyir ki, A nöqtəsindən B nöqtəsinə neçə saniyə gələr? A nöqtəsindən B nöqtəsinə neçə saniyə gələr? Bunu iki üsulla yaza bilərik. Birinci üsul periodu təyin eləməklə. Period bərabərdir 2pi bölünsün omega, o da bərabərdir 2pi bölünsün omega budur. Yəni 0,15 pi. Bunu da yuxarı pi'lər ixtisar getsə eləyir nə? 200 bölünsün 15. Bunu 5-ə də ixtisar eləyə bilərsiniz. Elə belə də qalsın. 200 bölünsün 15 saniyə. İndi digər tərəfdən deyirsiniz. Əgərlərim periodu nə qədərdir? 200 bölü 15. Bir period ərzində, yəni 200 bölünsün 15 saniyə ərzində nə qədər dönməli idi? A-dan fırlanıb gəlib yenidən A-ya gəlməli idi. Çünki bu bir perioddur da, düzdürmü? Bu qədər zaman ərzində 360 dərəcə dönməli idi. Bəs sual, A-dan B-yə hansı zaman ərzində gəlməlidir ki, burada 135 dərəcə dönsün? Bu tənasübdən T-ni tapırsınız. T bərabərdir 135 dərəcə dönüb. T bərabərdir
200 vurulsun 135 bölünsün 15 vurulsun 360. Buradan da vurursunuz, bölürsünüz, çıxırsınız. 48-də cavabı alırsınız 5. 5 nə? Saniyə. Bu da A variant eləyər dəyərli yoldaşlar. 49-cu suala baxırıq. Deyir ki, yükün təcilinin x oxu üzrə proyeksiyası zamanı asılı qrafiki hansıdır? X bərabərdir 0 nöqtəsindən deyir ki, keçir və x oxu istiqamətində hərəkət edilir. Yoldaşlar, bura diqqətlə baxsaq, buradan keçəndə sürəti maksimumdur. V maksimum üçün mərkəzdən keçir. Sürət maksimumdan başlayır. Sürət maksimumdan başlayıbsa, yenə də bunu 200 sona yazmaq olar. V bərabərdir, ya yazarsan ki, V max vurulsun. Maksimumdan başlayan nədir? Kosinüs. Kosinüs omega t ilə yazırsınız. Bundan bir dəfə də törəmə alsaz, təcili verir sizə. Təcil bərabərdir, bu sürətin proyeksiyasıdır. Təcilin proyeksiyası bərabərdir, sürətin proyeksiyasından törəmə alarsan, bundan bir dəfə törəmə al. Eləyir, omega keçir qarşıya, kosinüsün törəməsi mənfi sinüs. Mənfi omega v vurulsun sinus omega t. İndi baxaq, təcilimiz budur. Yoldaşlar, sinus qanunu ilə dəyişir. Sinusla dəyişirsə, sıfırdan başlamalıdır. Məsələn, ya A-dır, ya B-dir. Sıfırdan başlamalıdır. Amma müsbət olsaydı B olardı, yuxarı qalxardı. Amma müsbət deyil axı, mənfi sinusdur. Ona görə aşağı düşür. Aşağı düşüb gedir. Bir bundan yaza bilərsiniz. Bir də sürətin qrafikini qurmaqla, yoldaşlar. Mən onu sizə göstərim. Bir də sürət qrafikini qurmaqla. Sürət hansı qanunla dəyişir? Kosinus qanunla dəyişir. Kosinus qanunla dəyişirsə, onda sürətin proyeksiyası, zamandan asılılığı nə olur? Zamandan asılılığı kosinus qanunla maksimumdan başlayır. Kosinus da maksimumdan başlayır. Bu formadadır. Siz də bilirsiniz ki, təcil sürəti pi bölü 2 qədər qabaqlayır. Fazaca pi bölü 2 qədər qabaqlayırsa, gəlir düşür bura. Buradan da təcilin qrafikini qurursunuz. Deyirsiniz, bax, bu da təcilin qrafikidir. Yenə bu qırmızı ilə çəkdiyim buna uyğundurmu? Bəli. Sanki bu qrafik üsulu qabağa itələməklə qrafik üsulu daha rahat kimi gəlir adama. Növbəti sualımıza baxırıq. 49, 50-ci sual. Sual verdim, maddi nöqtənin tam enerjisini təyin edin. Maddi nöqtənin tam enerjisini təyin edə bilərikmi? Bəli, edə bilərik. Tam enerji nəyə bərabərdir? Deyirsiniz, tam enerji bərabərdir. M və max kvadratı bölünsün 2. Yəni, sürətin maksimal dəyərinin kvadratına yazırsansa, kinetik enerji olur tam enerji. O da bərabərdir. M verilib zaten bizə. Yəni, M-i saxlayıram, vur. V-ni yerinə çevrədən yadda saxlayın. V bərabərdir, omega yer düsturumuz var. İndi R burada XM olacaq da. Oldu, omega vurulsun xm, sürətin yerinə yazdığım üçün bunun kvadratı. Bölünsün 2. Bütün qiymətlər varmı? Var. M var, var, 40 qramdır. Sonra omegamız var. Omega bərabər bu ifadədir. Zamanın qarşısındakı əmsal omegadır. Bax bu. 3 pi bölünsün 4. Onun ama kvadratı olacaqdır yəni. Burada olacaq nə? Omeganın kvadratı bərabərdir. 9 pi kvadratı bölünsün 16. Omega kvadratı var. XM var mı? Bəli var. XM dediğimiz şey 1,2'dir. Siz XM'in kvadratını alacaqsınız. Bütün verilənləri burada yerinə qoysaz, cavab səhv eləmirəmsə 162 millijoule eləyir. Hə? 50-dən. Bəli, 162 millijoule eləyir. Bax, omegamın M var 40 qram. Omega var bu ifadə. Pi kvadratın yerinə 10 qoyacaqsan. XM varmı? Var. Bütün qiymətləri burada qoydum. Hesabladım 162 millijoule. 50-ci sual idi. Sonra getdik 51-ci suala. Eyni cismi müxtəlif mayelərə saldıqda iplərdəki yaranan gərilmə qüvvələri arasında münasibət verilmişdir. Deyil, mayələrin sıxlıqları arasında hansı münasibət doğrudur? Yoldaşlar, bunu bir dənəsi üçün yazaq. Təsəvvür edin ki, bu bir cisimdir. Buna mərkəzdən aşağı nə təsir edir? MG, ipdən yaranan gərilmə qüvvəsi və suyun içərisində olduğu üçün yuxarı doğru Arximed qüvvəsi təsir edir. Sistem tarazlıqda olduğu üçün Arximed qüvvəsi ilə gərilmə qüvvəsinin cəmi, yəni yuxarı baxan qüvvələrin cəmi aşağı baxan qüvvəyə, yəni MG-yə bərabər olmalı. Oradan gərilməni tapırıq. T bərabərdir. MG çıxılsın Arximed. Arximedin də yerinə yazıram Romaye J V cisim. Bizdən mayenin sıxlıqlarını soruşur. Mayenin sıxlığını tap istəyirsən oradan. Mayenin sıxlığı bərabərdir. MG çıxılsın T bölünsün J V cisim. Diqqətli bir şəkildə analiz edək. Cismin həcmi sabit. Eyni cisimdən söhbət gedir. Kütləsi eyni, ağırlığı eyni. J olduğu kimi qalır. Bir dənə baxırsan T-yə. T-si böyük olanın qarşıdakı mənfi işarəsinə görə sıxlığı kiçik olmalıdır. Onda əgər burada bir xətti azalma mütənasibliyi varsa, onda gərilmə ilə
münasibət tərs olmalıdır. Əgər T1 böyük T2 böyük T3-dürsə, qabaqdakı mənfiyə görə bu azalmalıdır. Yəni ρ1 kiçikdir ρ2, o da kiçikdir ρ3. Buna doğru cavabımız A variantı. Növbəti sual 52. İçərisində su olan qabı, qapalı qablar tərsinə çevrilərsə suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiqə. Yalnızca hidrostatik təzyiqə baxırıq yoldaşlar burada. Bunu tərsinə çevirsək nə olar? Tərsinə çevirəndə böyük oturacaq yuxarıda olmalıdır. Düzdür. Gəlin bunu köçürdək yuxarı. Böyük oturacağımız deyə yuxarıda olsun. Baxın yoldaşlar. Böyük oturacağımız yuxarıda. Bu kiçik oturacağı da gətirir aşağı. Kiçik oturacağımız da olur burada. Bunu birləşdirsək qabımız yeni halda olur belə. İndi təsəvvür eləyin, qab tərsinə çevirəndə belə olur. Bəs buradakı qalan mayelər nə olacaq? Axı qab bağlıdır. Onda bunlar da əlavə olacaq bunun içərisinə. Elə zaten onun içindədir. Sadəcə çevirdik. Onda nə olacaq? Su sütunu əvvəlki səviyyəsindən biraz daha hündürə qalxmış olacaq. Beləliklə su sütununun hündürlüyü artdığı üçün hidrostatik təzyiq bərabərdir rho maye JH olduğundan H artanda hidrostatik təzyiq artar. Deməli birincidə artar. Baxıram ikinciyə. İkinci silindirdir. Bunu tərsinə çevirsən yenə də eyni şeydir. Ona görə də burada bir dəyişmə yoxdur. Bu dəyişməz. Dəyişməz. Üçüncüyə baxanda tərs çevirirəm. Bax, böyük oturacağı düşürürəm aşağı. Diqqətlə baxın. Böyük oturacaq aşağıdadır artıq. Böyük oturacaq aşağıda. Kiçik oturacağı ise qaldırıram yuxarı. Tərs çevirdim də. Bunu tərsinə çevirəndə eyni proses olur. Kiçik oturacağımız burada. Birləşdirirəm. Qabın yeni forması belədir. Hə, buralar boş qaldı mı? Xeyr, deyirsiniz, müəllim, boş qala bilməz. Oraları nə etməlidir? Su oralara dolmalıdır. Nəticədə əvvəlki səviyyəsindən bir miqdar aşağı düşəcək. Çünki bu boşluqları dolduracaq. Ona görə də H azaldı. H azaldığı üçün burada hidrostatik təzyiq də azalacaq. Burada azalır. Deməli, artar, dəyişməz, azalar. Artar, dəyişməz, azalar. Bu da D variantı yaxşı görsənir. 52-ci sual. 53-cü suala baxırıq. Artıq başladıq açıq suallara. Deyir ki, üfüqi səth üzərində F1 qüvvəsinin təsiri ilə M kütləli cisim 2T müddətə, F2 qüvvəsinin təsiri ilə 2M kütləli cisim T müddətə sürtünməsiz hərəkət edir. Burada hərəkətə edirlər, yox, hərəkətə başladılarla əvəz edilən. Başladılar. Yəni, bir sözlə başlanğıc sürətləri bunların 0 olacaq. V0 bərabərdir 0. O zaman deyirsiniz, yoldaşlar, şəklə diqqətlə baxaq, kinetik enerjilərin nisbətini soruşur bizdən. İmpulsdan gedə bilərəmmi? Gedə bilərəm. Niyə? Çünki cismin impuls dəyişməsi bərabərdir F vurulsun T-dir, delta T-dir. Burada yoldaşlar, sükunət vəziyyətindən başladıqları üçün bu əslində P çıxılsın P0 bərabərdir F vurulsun T-dir. Sükunət vəziyyətindən başladığı üçün başlanğıc impuls təbii ki 0-dır. Onda yerdə qalır P bərabərdir F vurulsun T. İndi bu F hansı F-dir? X oxu üzərində baxdığım üçün X oxuna baxmalıyam. Çünki cisimlər X oxunda hərəkət edir. Tullana yuxarı doğru hərəkət etsin eləmir. Bax, F2-nin X-dəki, F1-in X-dəki proyeksiyası 2 bölmədir. 2F-dir. Sağa doğru. 1 bölmə də yuxarıdır. Bu heç. Niyə heç? Çünki ağırlıqla reaksiya qüvvəsi, yəni bu ikisinin cəmi bunu kompensasiya edirlər. Ona görə də bu Y oxundakı qüvvələri yazmıram. Buna ehtiyac yoxdur. Əsas sağa bunu hansı qüvvə? 2F qüvvəsi. Bunu sağa hansı qüvvədə artır? Yenə 2 dama 2F qüvvəsi artır. Deməli, qüvvələr eyni. Buradan yola çıxıb məsələni rahatlaşdıra bilərik. Məsələni necə rahatlaşdırırıq? Kinetik enerjinin düsturunu yazırsan, kinetik enerji bərabərdir P kvadrat bölünsün 2M. P-ni də yerinə F-də yazırsan, eləyir F kvadrat T kvadrat bölünsün 2M. İndi baxıram. Burada kinetik enerji kütlə ilə tərs asılıdır. Baxın. Qüvvələr eynidir. Qüvvələr eynidir. Amma zamanla da düz kvadratik asılır. Kütlə ilə tərs qüvvələr eyni olduğu üçün bu getdi. Bax, qüvvələr eynidir. Bu getdi. Qaldı zamanla düz FT, bunda kvadratı var. Zamanın kvadratı ilə düz, kütlə ilə tərs mütənasibdir. Yəni belədir. Y kinetik 1 bölünsün Y kinetik 2 bərabərdir. Kütlə ilə tərs M2 bölünsün M1 vur zamanın kvadratı ilə düz mütənasibdir. Yəni T2 bölünsün T1-in üzr istəyirəm, T1 böl T2. T1 böl T2-nin bağla kvadrat. Gəlin baxaq görək nədir? M2 böl M1. Birinin kütləsi 2M-dir, M2-nin. M1-in kütləsi M-dir. Vur T1
T1 səhv eləmirəmsə 2T idi. O birisi də T qədər zamandır kvadrat. M'lər T'lər ixtisar edir. 2-ni 4-ə vurursan alırsan 8. Cavabımız oldu 8. Maraqlı sual idi. Bu qəşəng sual idi. 54-cü suala baxırıq. Eyni qüvvələrin təsiri ilə cisimlər bərabər sürətlə H hündürlüyünə qaldırılır. Bu qüvvələrin gördüyü işlərin nisbətini təyin edir. Bəzən uşaqlar burada çaşdırır. Nədən? Deyir ki, elə görmüşük ki, toplumda işləri, sadə mexanizmlərdə işlər nisbəti, işdə qazancı olmadığı üçün işlərin nisbəti bərabər nəyə? Bərabərdir 1-ə. Yox, yoldaşlar, bu o zamandır ki, bir dənə sistem, məsələn, bu verilərdi. Deyilərdi ki, bu ipin sərbəst uzunluğunun gördüyü işlə yükdə görülən iş, bunlar bir-birinə bərabərdir. Amma bizdən başqa şey soruşur. Bu qüvvələrin gördüyü işləri soruşur. Biri tərpənən blokdur, bir dənə də ayrıca bir blok var, bu tərpənməzdir. Baxıram, bu F-dir. Əgərlərim yük H qədər yuxarı qalxsa, yük H qədər yuxarı qalxsa, H yük bərabərdir H olsa, onda H yük bərabər nə olar? 2H olar. Çünki tərpənən blokdur. Düzdürmü? O zaman birinci halda görülən iş nəyə bərabərdir? Birinci halda görülən iş bərabərdir. Birinci haldakı qüvvə, birinci haldakı yer dəyişmə. Yəni bərabər birinci halda qüvvə F-dir, sərbəst üzə F. Sərbəst üz nə qədər yuxarı qalxır? 2H qədər. Deməli, bizim gördüyümüz iş oldu belə. Keçirik bura. F qüvvəsi nə qədər aşağı çəkilir? Bu H qədər yuxarı qalxsa, H qədər yuxarı qalxsa, onda ipin sərbəst ucu da elə yükün getdiyi yer dəyişmədir, o da eləyir nə? H qədər. Beləliklə, bunun üçün yazanda A ikinci halda iş bərabərdir, qüvvə vurulsun yer dəyişmə. FH. 2 dənə FH-ı FH-a böləndə nisbəti bizdən soruşur. Bu eləyər nə? 2 eləyər yoldaşlar. 54-cü sual. 55-ci suala baxırıq. Sükunət vəziyyətindən düzxətli bərabər təzyiqli hərəkətə başlayan cisim 3-cü saniyədə getdiyi yolun ilk 2 saniyədə getdiyi yola nisbətini təyin edin. Bax, bu bizim 3 hissəyə böldüyümüz yol. Bura önəmli deyil. Bax, bura birinci saniyə adlanır. Birinci saniyə. Bura ikinci 1 saniyə. Bura isə üçüncü şəkildə artıran 1 saniyə. Bilirsiniz ki, sükunət vəziyyətindən başlayırsa və bərabər təcili hərəkət icra eləyirsə, o zaman birinci saniyədə S qədər yer dəyişmə icra eləyirsə, ikinci saniyədə 3S qədər, üçüncü saniyədə 5S qədər yer dəyişmə icra eləyir. Bu, tək ədədlərin hasili dəfə artan yer dəyişmələri icra eləyir. Üçüncü saniyə sırf buradır. Üçüncü saniyə. S3 bərabərdir 5S qədər. İlk 2 saniyədə isə buradır. İlk 2 saniyədə S üstə gəlinsin 3S qədər gedir. Bu da 4S edir. Bizdən soruşur ki, bunun buna nisbəti nədir? Yəni 5S-in 4S-ə nisbəti nədir? 1,25 yoldaşlar. 56-cı suala baxırıq. Sadiq Karno düsturundan çıxış edərək bu məsələni yaza bilərsiniz. Karno düsturunda ideal istilik mühərrikində deməli, eta maksimumu etaya bərabər edirdiniz. Yadınızdadırsa, bu olurdu nə? T1 çıxılsın T2 bölünsün T1 bərabərdir. Q1 çıxılsın Q2 bölünsün Q1 ifadəsi olurdu. Bu da T1-i T1-ə böləndə 1 çıx T2 böl T1 bərabərdir. 1 çıx Q2 bölünsün Q1. Birlər mənfilər gedir. Qalır nə? T1 böl T2 bərabərdir. Q1 bölünsün Q2. T1 600 Kelvin, T2 300 Kelvin, Q1 1000 şərtdə verib bizə qızdırıcıdan alınan. Q2 isə onu soruşur bizdən Q2. Bu dəyərlər verilib yoldaşlar. T1, T2 bunlar verilib. Buradan Q2-ni tapırsınız. 56-cı sual. Hə? Bu nə eləyir? 500 eləyir da. Minin yarısı. 500 sual. Bu da oldu bizim 56-cı sualımız. Sonra 57-ci suala baxırıq. ABCD trayektoriyası üzrə bərabər sürətlə hərəkət edəcək. Bütün trayektoriya boyunca bərabər sürətlə hərəkət edəcək. Uyğunluğu müəyyən edin. Yoldaşlar, bütün trayektoriya boyunca bərabər sürətlə hərəkət edibsə, dərhal cismin kinetik enerjisi artır heç bir yerdə. Yəni, bu heç birinə aid deyil. Çünki bütün trayektoriya boyunca sürət sabit olur. Onda baxırıq biz yuxarılara. İndi bir-bir analiz edirik. Əyərlərin qüvvə aşağıdırsa, məsələn MC deyirəm, yer dəyişmə də aşağıdırsa, onda iş sıfırdan böyükdür. Və ya qüvvə aşağıdırsa, yer dəyişmə onunla iti bucaq əmələ gətirirsə, yenə iş sıfırdan böyükdür.
Yox, qüvvə aşağıdırsa, amma yer dəyişmə onunla kör bucağı əmələ gətirirsə, kör bucaqdırsa, onda deyirdik iş sıfırdan kiçikdir. İndi gəlin bir-bir baxaq. Burada mərkəzdən aşağı MJ, yer dəyişməsi bu istiqamətdə. Bucaq kör. Kör bucaq olanda görülən iş sıfırdan kiçik. Keçdik bura, cisim gəldi bura. Sağa doğru yer dəyişmə icra eləyir. Çünki B-dən C-yə gəlir da. Ağırlıq da aşağı. MJ. Ağırlıqla yer dəyişmə perpendikulyar olduğu üçün burada görülən iş sıfır. C-dən D-yə gəlir. C-dən D-yə gələndə dəyərli müəllimlər, yoldaşlar. Bax, cisim burada düzdürmü? Buna mərkəzdən aşağı nə təsir edir? MJ. Yer dəyişməsi də bu istiqamətdədir də. Onda deyirsiniz bu iti bucaqdır. Burada görülən iş sıfırdan böyükdür, pozitivdir. İndi baxırıq. Ağırlıq qüvvəsinin işi sıfıra bərabərdir. Ağırlıq qüvvəsinin işi sıfırdır BC hissəsində. Onda A getdi BC hissəsinə. BC hissəsinə. Ağırlıq qüvvəsinin işi müsbətdir. Getdi, B getdi birinciyə. Ağırlıq qüvvəsinin işi mənfidir. C bəndi gedir. Yox. Bura səhv yazdıq. A bəndi getdi. Bura düzdür. B ağırlıq qüvvəsinin işi müsbətdir. Müsbətdir CD-də. Burada müsbətdir. B bəndi gedir CD-yə. Ağırlıq qüvvəsinin işi mənfidir birincidə. Yəni C bəndi gedir bura. Bir də qaldı cismin potensial enerjisi artır. Yuxarı qalxanda potensial enerji artır. Aşağı düşəndə potensial enerji azalır. Aşağı düşürlər potensial enerji artır. Burada yuxarı qalxırdı potensial enerji artır. Deməli AB-də potensial enerji artır. D variantda gedər AB-yə. Oldu CD, AB. Sonra deyirsiniz, müəllim, suallar çətindir. Şəkildə göstərilmiş ağzı açıq şüşə borunun içərisində H bərabərdir 4 sm hündürlüyündə civə vardır. Baxaq, nə qədər civə yoldaşlar? H bərabərdir 4 sm. 4 sm nə eləyir? 40 millimetr eləyir. Tarazlıq halında balondakı qazın təzyiqi neçə millimetr civə tutur? Biz demişdik ki, belə məsələlərdə aşağı sıradan bir düz xətt çəkirsiniz. Bu nöqtəni ayırırsınız. Aşağı qat ayrı, yuxarı qat ayrı. Deyirsiniz ki, həmin nöqtədə götürdüyümüz üfüqi düz xəttin üstündəki təzyiqlə mütləq altındakı təzyiq bir-birinə bərabər olmalı. İstənilən yerdən üfüqi düz xətt çəkə bilərsiniz. Ən optimalı buradan çəksəz daha yaxşı olar. Çünki birləşən hissə olsun da, yəni maye ilə qazın birləşən hissəsi olsun. Üstdən hansı təzyiqlər var? Atmosfer təzyiqi, bir də H hündürlüyündə civənin yaratdığı təzyiq. P0 üstə gəl pH hündürlüyündəki civənin yaratdığı təzyiq. Altdan nəyin təzyiqi var? Qaz təzyiq göstərir. P qaz. Burada yazıram P qaz. Onda qazın təzyiqi üçün alıram ifadə belə. Qazın təzyiqi bərabər atmosfer təzyiqi 760 millimetr civə sütunu. Üstə gəl neçə santimetr civə sütunu? 40 millimetr civə sütunu. Üstə gəl bu təzyiq, yəni artıq hidrostatik təzyiqi bilirsiniz də, millimetr civə sütunundan da verə bilərsiniz. 40 millimetr civə sütununda üstünə gəlirsən, bunu yaratdığı təzyiq. 40 millimetr civə sütunu. Beləliklə, ikisinin cəmi eləyir nə? 800 millimetr civə sütunu. Bu da oldu 58-ci sualımız. 59 və 60-a baxıb sonlandırırıq. 59-cu suala baxmazdan öncə mən buranı silirəm. Və baxıram 59-cu sual. Yoldaşlar, 59-u yazanda buranı silməyin ehtiyac olacaqmı? Məncə olacaq. Gəlin buranı silək. Sual belədir. Bu sual nisbətən digərlərinə baxanda biraz çətin tipli. Bir ucu yerə toxunan, digər ucundan isə nə qədər? 2 kiloqram kütləli cisim. Gəlin buradan qoyun. 2 kiloqram kütləli cisim asılan bir cins KB çubuğu bir cinsdir. KM çubuğu tarazlıqdadır. Çubuğun KL hissəsini kəsdilər. Bax, bu hissə yoldaşlar kəsildi. Qaldı neçə bölmə? 4 bölmə. Kəsildikdə üfüqi vəziyyətdə tarazlıqda qalır. Gəlin onu yenidən baxaq. Üfüqi vəziyyətdə tarazlıqda qalır. Necə belə? Baxın yoldaşlar, bax, bu formada üfüqi tarazlıqda qalır. 1, 2, 3, 4. Böldüm bunu. Bir qara düşdü bura, bir qara düşdü bura. Buradan nə asılır? M kütləli cisim asılıb. Kütləsi 2 kiloqramdır. Onda 20 newton ağırlığı olar. Buranı dayaq götürürəm. Sistem bir cins olduğu üçün bu halda, yəni 4 bölməli çubuğun çəkisi də P çubuqdur. Bu nöqtəyə nəzərən moment alıram. P çubuq vurulsun 1 bölmə.
bərabərdir nəyə? 20 vurulsun 1 bölmə. Buradan alırsan ki, çubuğun çəkisi 20 Newton. Amma bu 4 bölməli çubuğun çəkisi 20 Newton. Orijinal çubuğun özü nə qədərdir? 5 bölmə. Bir cins olduğu üçün deyirsən, 4 bölməli çubuğun çəkisi 20 Newtondursa, 5 bölməli çubuğun çəkisi nə qədər olar? Tam çubuğun çəkisi nə qədər olar? Deyirsən ki, P tam çəki bərabərdir. 5 vurulsun 20 bölünsün 4. O da eləyir nə? 25 Newton. Beləliklə doğru cavabımız 25 idi. Növbəti sual 60. Bu da kifayət qədər sadə sualdır. Burada hərəkət x oxunun əksi istiqamətində bərabər yavaşlayan, yəni təcilimiz pozitivdir. Çünki qrafikin burun hissəsi yuxarı qalxmağa meyl eləyir. Baxın, parabolanın burnu yuxarı qalxmağa meyl eləyir. Ona görə də deyirsiniz təcil pozitivdir. Bu hissədə təcil sıfırdır, hərəkət sıfırdır, ümumiyyətlə təcil yoxdur. Bu hissədə isə parabolanın burnu yuxarı qalxır, yenə təcil sıfırdan böyük. Təcillə qüvvə də eyni. Əvəzləyici qüvvənin proyeksiyası sıfırdan böyük. Əvəzləyici qüvvə sıfır. Yenə əvəzləyici qüvvənin proyeksiyası sıfırdan böyük. Beləliklə qrafikimizi qurmaq istəsək, əvəzləyici qüvvənin proyeksiyasını zamana asılı birinci sıfırdan böyük, ikinci halda sıfırın özü, üçüncü halda yenə sıfırdan böyük. Beləliklə bunu yaza bilərsiniz. Belə yoldaşlar, Allah'a emanet olun. Növbəti sınaqlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.